Biz hələ də suala cavab almamışıq. Ermənistan ordusu İskəndər M raketini necə əldə edib? Çünki Rusiyada bu raketin ixracı yasaqdır. İnanmayanlarsa buradan cəmi 5-10 dəqiqəlik yoldur. Getsinlər Hərbi Qənimətlər Parkına və Şuşada tapdığımız İskəndər M raketini görsünlər. Biz onu artıq 2021-ci ilin yazında tapdıq, çünki o qarın altında qalmışdır. Biz Şuşanı azad etdiyimiz zamanı o şəhərə atılmışdı. Bu, Ermənistanın baş nazirinin əmri ilə edilmişdi. Gəncə, Tərtər, Bərdə, Mingəçevir, Ağcabədi və bir çox digər şəhərlər dövrü olaraq Ermənistanın atəşinə tutulurdu.